Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Neftçi futbol mərkəzindəyik. Bugün AFFA U17 liqasında Neftçi Araz Naxçıvanı qəbul edir. Heyətlərlə tanış ola bilərik. Başlayaq əvvəlcə Neftçinin heyətindən komandamızda qapını 1 nömrə Ramil Sazanov qoruyur. 10. Komandanın kapitanı Nicat Məhərrəmov, 2 Bahadur Quliyev, 5 Əmir Fətiyev, 8 Fatih Əskərzadə, 9 Elnur Abdullayev, 11 Elşən Atakişiyev. Qonaqların heyəti isə bu cürdür. Qapını 95 nömrəli Hüseyin Hüseynov qoruyacaq. 24 komandanın kapitanı İsmail Hüseynov, 2 Zakir Vəliyev. Fit səslənir və maç başladı. Neftçiyə uğurlar arzuluyuruq. Bugün yaxşı bir ötürmə edib Fatih istiqamətində. Onun da zərbəsi pis alınmamışdı, sadəcə qapıcı inamlı oynadı. İndi görə necə alınacaq? Nicatın ötürməsi qapı qarşısına. Zərbə və gol! Nəhayət Neftçi arzusuna çatır Murad Abbaslı ilə. Nicatın ötürməsindən sonra Murad Abbaslı oyunun 29-cu dəqiqəsində hesabı açır. Topu uzaq küncə göndərir Murad Abbaslı. Baxdı qapı qarşısına, ötürməsini etdi. Yenidən Muraddadır top, Abbaslı ötürməsi Nicat. Əla dönür Nicat! Məhərrəmov! 2-0. Necə çevrildi orada topla Nicat? Muradsa 1 dəqiqə keçməmiş Nicata borcunu qaytardı. Muradın qolunda asisti Nicat etmişdi. Nicata məhsuldar ötürməni verənsə Murad Abbaslı olur. Ramil, Nicat. Nicat, orada yox Nicat. Və fərq azalır. Hesab 2-1 olur. 40-cı dəqiqədə Araz Naxçıvan heyətində Abidin Əliyev hesabı 2-1 edir. Vidadi Kərimli və əlavə edilmiş 1 dəqiqədə artıq tamamlanır. Bununla da hakim ilk hissəni yekunlaşdırır. İlk hissədən sonra Neftçi 2, Araz Naxçıvan 1. Hörmətli izləyicilər, yenidən Neftçi futbol mərkəzindəyik. AFFA U17 liqasının 27-ci turundan təxirə salınmış Neftçi Araz Naxçıvan qarşılaşmasında ikinci hissə başladı. Nicat Məhərrəmov. Nicat yaxşı döndü. Nicat Məhərrəmov alınmadı. İndi Kamran İsmailov yenidən Nicatdadır top. Elşən qoşuldu hücuma. Məhərrəmov döndü. Ötürməsi cərimə meydançasına. Başla zərbə və gol! 3-1. Raul Abbasov. İkinci hissədə meydana daxil olan Raul 54-cü dəqiqədə hesabı 3-1 edir. Əla ötürmə idi Nicatdan. Ötürməsi sol cinaha dəqiqdir. Fərid Kərimli. Fərid sol cinahda topla. Fərid və zərbə indirilir. 4-cü gol vurulur. Raul Abbasov dubl edir. İkinci hissədə oyuna daxil olan Raul Abbasov 54 və 64-cü dəqiqələrdə fərqlənərək dəqiqə tamamlandı. Dərhal da hakim qarşılaşmanı bitirir.